Salam, hər vaxtınız xeyir olsun. Xanımlar, yeni bir vloguma xoş gəlmisiniz. Necəsiz? İnşallah yaxşı olasınız. Mən də şükür Allaha yaxşıyam. Hal-hazırda saat 4-də qalıb. Yuxarıdakı mağazinə gedirəm. Gedim kartof alım. Başqa baxmıyorum nə alıram. Günləri yeməyə ətlə kartof qovurması eləyəcəm. Sup da istəyirdim, amma çəkilmiş əti yadımdan çıxartmağa. Düyü supu istəyirdim. Gəldik, çatdıq. Saat 4'də tez-tez eləyim. Tez-tez alışverişimi eləyim. Sonra gedim. Kızlar, iftarımızı açdıq. Allah kim ki iftar açır, oruçdur. Allah hamının orucunu qəbul eləsin. İndi artıq özümə gəlmişəm. Saat 10'dur. Düzdür, xəmiri hazırlamışdım, piraşki xəmirini. İndi isə özümə gəlmişəm. Başlayıram piraşkini eləməyə sabah səhərə. Bir də gün ərzində uşaqlar yeyərlər. Deməli, çörək xəmirində xəmir eləmişəm. Xəmir hazırlamışam. Sadəcə olaraq bir də əlavə etdiyim nədir bunun içərisinə? Çörək otudur. Qəşəng olur çörək otu da qatanda. İndi yavaş-yavaş əlimi yağlayacağım. Yəni unla eləməyəcəm. Yağlayıb piraşkini hazırlayacağıq. Elə bax bunun içərisində. Bir də məndə belə çəkilmiş ət var idi düyü ilə. İndiyənə kimi piraşki düyü ilə eləməmişdim. Sadəcə olaraq yoxlamaq üçün, dadını yoxlamaq üçün, bilmək üçün bir balaca götürdüm, pişirdim. Bunu yoxlayacağım. Görün piraşkidə necə dadır. Qazın içi də bərbatdır. Bərbatdır. Dedim piraşkini onsuz da eləyəcəm. Piraşki eləyəndə dağılacaq. Qoy belə də qalsın.
Qızlar, indi sizə nə danışacağam, nə deyəcəm. Deməli, elə pirajkini hazırlayırdım ki, qapını da buranın pəncərəsində açmışam. Pirajkinin qoxusu yayılır da, belə tüstüsü qalxır yuxarı. İnanın mənə, pirajkini eləyirdim, bir də gördüm, top səs gəldi. Tez çıxdım pəncərəyə, baxdım. Keçən dəfə mən sizə bu haqda danışırdım. Yəni o keçid barəsində sürücülərin sürətlə, çox pis sürətlə sürdüyü haqqında mən sizinlə danışırdım da, sizə demişdim. Hə. Elə o səsi eşidəndə tez pəncərəyə çıxdım, gördüm, nə görsəm yaxşıdır qızlar. Maşın qızı vurdu. Allah uzaq eləsin. İnanırsınız ki ya, elə qaldım pəncərədə, o qıza görə o qədər narahat idim. Düzdür, qızı bilmirdim ki, qızı vurub da, amma bilirdim ki, kimisə vurub. Çünki elə arxaya, o tərəfə, bu tərəfə gedirdi, sürücü əlini başına şeylirdi ki, yəni ki, sırası kənardan bilinirdi ki, nəsə olub da, bildiniz. Adicə maşın vuranda çox elədi, düzdür, narahat olurlar sürücülər, amma da belə yox da. Yavını görsənirdi ki, sürücü həddindən artıq çox, necə deyim, çox həyəcanlıdır. Skora olmuş gəldi, polislər tökülüşdülər hamısı. İnanısı yoldaşım gəldi, dedim ki, bəs nə olub, adamı vurdu, hə? Deyir, hə, qızı idi. 20 yox, 24 yaşında belə, hardasa belə bu yaşlarda yerdə sürülmüşdü. Maşın harda saxlamışdı? Keçiddən bir 6-7 metr qabaqda. Təsəvvür eləyin, hardan hara kimi qızı şeyləyib də, vurub. Yəni uçurdub da qızı. Allah uzaq eləsin, Allah uzaq eləsin. İnanırsınız ki ya, əlim ayağım belə dondu, qaldı. Sıraz uşaqları başladım danlamağa ki, yolu normal keçsinlər. Çünki bilmək olmur. Çox pis sürürlər, sürücülər həddindən artıq çox sürətlə sürürlər. Bilməm, hara qaçırlar, neynirlər, kim onların dallarca qaçır, mənim başım çıxmır. İnanırsınız ki, elə pirajkin elə, fikrim elə o qızda qala-qala pirajkini elədim. İndi qabları yumalıyam. Sonra qazın içərisini təmizləməliyəm. Yəni hələ də mənim fikrim oradadır. Çünki yoldaşım dedi ki, qız çox pis haldaydı. Rəngi elə bir ki, meyid rəngində idi. İndi bilmirəm, inanmıram oradan qız sağ çıxa. İndi bir gün yəqin ki, xəbərlərdə ya TikTokda hardasa paylaşacaqlar. Allah uzaq eləsin, Allah uzaq eləsin. 100 dəfə mən uşaqlara da deyirəm, tapşırıram. Milyon dəfə tapşırıram ki, yolu düz keçin. Yola 100 dəfə baxın, sonra keçin. Çünki keçidin özündə belə maşını saxlayırlar, inanırsınız. Biri saxlayır, keçirsən, hə, qabağındakı belə sürətlə qabağından keçir, ha. Bir görürsən ki, maşın saxlayıb, deməli keçiddir də. Kimsə keçir ki, bu maşın saxlayır. Sən niyə maşını saxlamırsan? Nə bilim, Allah uzaq eləsin, Allah həmin qıza kömək olsun. İnanın, fikrim ancaq o qızda qaldı. Даже bəzi pirajkiləri də yandırmışam. Bəzilərini yandırdım. 2 dənəsi vapşe yandı. Bəzilərdəki bax beləncəsinə qızarmışdı. İndi qabları yumalıyam. Buradadır, bunlardır. Bunları yum. Başlayaq buraları təmizləyək. Əldən çıxsın, gecə saat da 12-də. Bu da nə vaxt baş verdi? Hardasa 11-in yarısı idi, yoxsa 11 idi. Bax, bu vaxtlardaydı.
Belə qızlar, mən otağı yığışdırdım, yəni kuxlanı yığışdırdım, hər yer tərtəmiz elədim. Siz bayaqdan baxıram da telefona. Yəni kənardan mətbəximi izləyirəm. Bəlkə də siz də məndən razılaşarsınız. Kənardan baxıram, görürəm ki, yəni kuxuna çox qarışıq görsənir. Amma əslində elə bir şey yoxdur da. Yəni artıq heç nə yoxdur. Bir dənə odur, bir dənə budur. İndi o heç, yəni bunlardır. Kənardakı belə səliqəlidir. Amma indi bu qabları yumuşam, onları yığacam. Kafel qarışıq olduğu üçün bax beləncə də görsənir. Qarışıq görsənir. İnanırsınız ki, ya mənim fikrim, zikrim hələ ki o qızdadır. Görəsən nə oldu? Sağdır. Vəziyyəti nə yerdədir? Yəni burada çox avariyalar olub da, həddən artıq çox olub. Amma ki belə maşın kimsə vursun olub, amma yüngülvari də. Yəni bu artıq çox pis. Çox pis vurdu da qızı, çox pis vurdu. Ona görə hələ də özümə gələ bilmirəm. İnşallah ki, yaxşı olar. İnşallah ki, əgər əməliyyat olunursa hal-hazırda, inşallah sağ-salamat o stoldan sağ-salamat çıxsın. Belə qızlar, hər birinizi öpürəm. Özünüzə yaxşı baxın. Sabahları yenə video çəkəcəm. Sabahları istəyirəm, bilmirəm. Bəlkə kətə elədim, hələ ki bilmirəm. Fikirlərim də var, amma fikrim hər zaman dəyişə bilər. Öpürəm qızlar sizi. Özünüzə yaxşı baxın, gecəniz xeyrə qalsın. Hələlik.